Sual olunur ki, oruç tutan uşağa savab yazılırmı? Cavab: Bismillahirrahmanirrahim. Bəli, oruç tutan uşağa savab yazılır. Nəinki oruç tutmaq, ümumiyyətlə uşaqların etdikləri hər bir ibadətə görə savab yazılır. Lakin etdikləri günahlara, xətalara görə isə həddi buluq yaşına çatanadək günah yazılmır. Və bu da uca Allahın rəhmətindən, lütfündəndir ki, edilən savab əməllərə görə əcr, mükafat var, lakin xətalara görə isə heç bir günah yoxdur. Necə ki, bu barədə Əbu Davud, Tirmizi və Nəsainin rəvayət etdikləri hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Rufi'al qələmu an thəlâsətin. 3 nəfərdən qələm qaldırılmışdır. Birincisi, anin nəim həttə yəstəyqız. Yuxuda olan kimsədən oyanana qədər. İkincisi, anis sabi həttə yəhtəlim. Uşaqdan həddi buluq yaşına çatana qədər. Və üçüncüsü, anil məcnun həttə yaqil. Dəli olandan ağlı başına gələnə qədər. Və bu 3 nəfərdən biri də məhz uşaqlardır ki, onların etdikləri xətalara görə günah yoxdur, lakin etdikləri ibadətlərinə görə onlar üçün savab vardır.